Salamlar, saygılar əziz dostlar. Bu cələsə Şu dağlarda kar olsaydım türküsün Əhməd Kayadan tədrisinə başlayıram. Bu türküdə kökümüz re köküdür. Tiyunerdə alt simlərin və orta simlər kökü bu halətdədir. Və üst simlər. Bu türküdə mi bemol pərdəmiz mi bemol 2 olacaq ya mi koron və si pərdəmizdə si bemol olacaq. Bəqiyə pərdələr öz yerindədir. Əvvəl bölümün çalğısını çalıram, başlayaq amuzişə. Bu çalğısı idi, keçək indi amuzişə. Ritmimiz bu ahəngidə 4-4-dür. Yəni hər mizanda 4 qədəm olmalıdır. Əvvəl mizanımız çalğısı bu halətdədir. Əvvəl qədəmi bu cürdur. Si, la, la. Bir dənə tamtara mizrabıdır. Yəni bir rast vururuq, bir dənə rast çəp. Əvvəl mizrabı si bemoldadır, rast. İdamədə la pərdəsində rast çəp. Pəs oldu. Si, la, la. İkinci qədəmi bu halətdədir. Si bemolda bir dənə rast mizrab vururuq. Qalxırıq, solda rast mizrab vururuq. Mizrabdan sonra ötürürük, redən bir balaca səs alırıq. Si, sol, re bu halətdə olur. Bura kimin 2 qədəm olur. Si, la, la, si, sol, re. Si, la, la, si, sol, re. 2 qədəmi bədisi bu halətdədir. Bir yerdə deyim. Si bemolda bir dənə rast mizrab vururuq. La'da rast mizrab vururuq. Suslama edirik si bemol pərdəsinə. İdamədə bir dənə mizrab orta simə vururuq. Pəs oldu. Si, la, re. Bu halətdə oldu. Kulli mizanı aram çalsaq bu cür oldu. Notları olur. Si, la, la, si, sol, re, si, la, re. Bu halətdə oldu əvvəl mizanımız. Keçək ikinci mizana, çalğısı bu halətdədir.